Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günü və yeni il münasibəti ilə paytaxt Bakıda gələcəyimiz olan uşaqlar üçün silsilə bayram şənlikləri keçirir. Uşaqların asudə vaxtının mənalı və maraqlı keçməsi məqsədi ilə təşkil edilən bayram tədbirləri balacalara xoş ovqat və unudulmaz xatirələr bəxş edir. Zövqlə, al-əlvan işıqlarla və yeni il atributları ilə bəzədilmiş şənlik məkanlarında xüsusi tərtibatda hazırlanan proqramlar uşaqların böyük marağına səbəb olub. Şaxta Baba və Qarqızın səmimi zarafatları, uşaqlarla birlikdə yolka ətrafında rəqs etməsi balacalara sevinc bəxş edib. Rəngarəng musiqi nömrələri, maraqlı səhnəciklər uşaqların bayram əhval-ruhiyyəsini daha da yüksəldib. Azyaşlılar, xüsusilə də şəhidlərimizin bizə əmanət qoyduğu balacalar qayğı dolu mühitdə könüllərincə əylənib, sevincli anlar yaşayıblar. Tədbirləri təşkil edən təlimçilərə bizim uşaqları sevindirirlər. İndiki dövrdə bu tədbir keçir, təlimlər keçir, uşaqları ürəyin açırlar. Uşağım üçün çox əyləncəli oldu. Bu tədbiri təşkil edən hər bir kəsə, əməyə keçən hər kəsə təşəkkür edirəm. Ümumiyyətlə, belə tədbirlər nə qədər çox təşkil olunsa, uşaqların inkişafına, uşaqların rahat, asudə vaxt keçirilməsinə daha çox müsbət təsir olacaq. Bugünkü keçirilən yeni il şənliyi hər kəsdə maraq doğurdu, xüsusən də körpələrdə maraq doğurdu. Təşəkkür edirik təşkilatçılara. Qeyd edək ki, Azərbaycan Həmkarlar İttifaqları tərəfindən ölkəmizin müxtəlif şəhər və rayonlarında yerləşən uşaq evlərində, internat məktəblərində kimsəsiz və valideyn himayəsindən məhrum olan uşaqlar üçün də şənliklər təşkil edilir.